Biz bilirik ki, həcc əməllərinin bir çoxu Həzrəti İbrahim əleyhissalamın zamanından qalıb. Hər bir əməlin təməlində, yəni biz həcc ibadətinin əməllərinin hər birinə diqqət etdikdə, hər birinin əsasında, təməlində təqva dayanır. Hər bir əməlin əsasında səbir dayanır, dözüm dayanır, müt'ilik, yəni Allahın əmrinə itaət, ibadət, sözsüz tabe olmaqlıq dayanır. Xüsusən biz qurban məsələsinə baxsaq, qurban məsələsinin əsasında təqva dayanır. Bəzi insanlar qurban kəsməliyi sadəcə elə bir heyvanın başını kəsib ətini paylamaq və ya bişirib yeməkdən ibarət olduğunu düşünür. Amma biz qurban kəsməyin bir əsasına baxanda, onun meydana gəlmə, yaranma tarixinə baxanda görürük ki, onun əsasında təqva dayanır, onun əsasında səbir dayanır, onun əsasında dözüm dayanır. Qur'an-ı Kərimdə Həcc surəsinin 37-ci ayəsində Allah buyurur: "Lən yenaləhullahu luhuməhə və la dimauhə." Deyir, o kəsdiyiniz qurbanların nə əti, nə qanı Allaha çatmaz. "Vələkin yenaluhul taqva minkum." Lakin siz kəsdiyiniz qurbanlardan Allaha çatan yalnız və yalnız nədir? Sizin təqvanızdır. Yəni, qurban kəsməyin əsasında, kökündə biz bu ayədən görürük ki, yəni o kəsdiyimiz ətin, qurbanın ətinin, qanının Allaha çatması ilə bağlı bir məsələ yoxdur. Sadəcə olaraq insan onu kəsməklə, Allahın əmrinə itaət etməklə Allaha qarşı olan təqvasını göstərir. Yəni, bizim qurban kəsən zaman bizdən Allaha gedən yalnız bizim təqvamızdır. Onların nə ətləri, nə də qanları Allaha çatmır. Ayə bizə belə deyir. Lakin Allaha çatan nədir? Sizin təqvanızdır. Bu ayədən biz açıq-aşkar görürük ki, qurban kəsmək əməlinin əsası təqvadır. Qurban kəsməkliyin əsası səbirdir, dözümdür, imandır. Bir növ qurban kəsən şəxs qurban kəsməklə, qurbanlıq yəni bir vasitə sayılır, insanı Allaha daha yaxın eləsin.